Meriyada iclas olur, yani yığınca olur ki, ayda bir dəfə olur, dəqiq bilmirəm nədirlərdir. 10 milyonlar edən çox pul Tamaris və Zerikli kəndlərinin yoluna ayrılır. Heç hal burada ki, onların yollarının o təmirə heç bir ehtiyacı yoxdur. Var problemləri, az ola bilsin. 10 milyonlar edən çox. 11 ildir təqribən bunlar hakimiyyətə gələndən bu günə qədər görürsünüz də Marlovun tutduqları vəziyyəti nə haldadır. Doğrudan açılacaqdır. Yəni bundan marqısı yoxdur. Bəzi küçələrdə bu yalış yağdır, uşaqlar məktəbə gedənməlidir. Qayıq lazımdır o küçədən üzüb gəlməkdən. Gedə bilməyir də, nə taksi də getməyir. Və yaxud bu tikintilər ki, tikirlər, Allah hamının kilozuna nəsib eləsin. Bunlar Sovet quruluşundan alınırdılar. Sovet quruluşunda tikilən binalara baxın, ortasında təqribən 20 sot, 50 sota yaxın xarıqlar əyilirlər ki, uşaq yeni orada bir oynaya bilsin. Elə yerlərdən, elə binalar tikirlər ki, əslən onun icazəsi, onun cinayət ona icazə verir. Yəni cinayət də ona iş açılası. Yəni 10 milyon dari yolu izi düz olan Zeretel və Tamarisin yollarına ayrıflar ki, bizim Marlovun ana yolları bərbatdır da, küçələri ki deməyəm. Hatta bizim görürsünüz ki, o yollarımız çox bərbat vəziyyətdədir. Yəni, bunun ki, çatdırır ki, bizim millətə əhəmiyyət vermirlər, bizim xalqa əhəmiyyət vermirlər. Onlar ki, bizi təmsil edirlər, onlar ki, oradadırlar, əllərini qaldırırlar, gəlib qırılan biraz vicdanına sual verirlər. Mən orada nəyə əl qaldırıram? Niyə etiraz eləmirəm məsələn? O adam bir də gəlib vicdanı olur ki, o vicdanına sual verir ki, mən burada müsəlmanları, mən burada rayonu təmsil edirəm, mən eybi yoxdur, oraya ayrılır, buraya da ayrılsın. Amma artıq bizi saymamaq vəziyyətinə gəlib çıxmış. Yəni, burada olan xalqı, milləti saymırlar qardaşlar. Yəni, görünən oldu. 16-sında olan bölümdə onu göstərdi. Necə ki, hər dəfə ədalətsizlik olurdu, bu dəfə ilaf pis şəkildə ədalətsizlik olur. 10 milyonlar az pullu büdcədə. Biz də bu ölkənin vətəndaşıyıq, biz də bu boyanın vətəndaşıyıq. Bizim xalq da bu ölkənin büdcəsinə vergi ödür, naloq ödür. Hətta regionda ən çox naloq ödəyən şəhərdir Marlov. Batumdan sonra ikinci yerdədir. Yəni, bu xalqa bir belə zülm eləmək olar. 5 aydan sonra sən oxtiyarlı seçkilərdə gəlib xalqa nə danışacaqsan? Parlamentdən gələn deputat, bələdiyyədən gələn Sakrevolu, bələdiyyədən gələn mir. Nə danışacaqsan o xalqa sən 5 aydan sonra? Oxtiyarlı yerli seçkilərdir. Hansı nağıllar danışacaqsan? 10 ildir, 11 ildir, illərdir bu vəziyyətdədir Marlov. Çökük Marlovun strukturası çökmüş vəziyyətdədir. Dünən Qeşdadın bölümündə maşın batıq çıxarda bilmir, beli qayaları gətirib yollara tökürlər. Bunlar sizin haqqınızdır, qardaşlar. Ona görə namaz qılmağın vacib olduğu kimi, əgər sən mövqeyini bildirməsən, haqqını tələb edə bilməsən, o ağa mütəfəkkir onun üçün buyurur ki, istəyir məsciddən çıx, istəyir xulqdan çıx, fərqi yoxdur. O peyğəmbərlər gəlmiş bu fəsadlarla mübarizə aparsın. Cəmiyyətdə olan fəsadlarla, cəmiyyətdə olan zülmlərlə mübarizə aparsın. Orada o cürə zülm edirlər, Qəzzada. Burada da bu cürə zülm edirlər. Sadəcə forması fərqlidir. Ona görə sizin hamınızın vəzifəniz gedir tələb eləmək. Hamımızın daha doğrusu vəzifəmizdir. Allah inşallah biz qiyamətin günündə öz haqqımızı tələb edənlərin sırasında bizi qərara versin.